Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq həyatını itirib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Cəfərova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib və az sonra həyatını itirib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı Goranboy rayon prokurorluğunda araşdırma işlərinə başlanılıb. Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyat tədbirləri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısını almaq istiqamətində tədbirlər davam etdirilir, deyə din açıqlayıb. Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, 44 günlük Vətən müharibəsi qazisi olan 1987-ci il təvəllüdlü Aslan Yevgen oğlu Zeynalovun yas mərasimində Gəncə şəhəri Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, mərhumun döyüş yoldaşları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Aslan Zeynalov Gəncə şəhər Şəhidlər Xiyabanı kompleksindəki qəbirstanlıqda torpağa tapşırılıb. Məlumat üçün qeyd edək ki, mərhum 1992-ci ildə 1-ci Qarabağ müharibəsində itkin düşən Yevgeni Zeynalovun oğludur. Ailə üzvlərini itirən Aslan Zeynalovun bir övladı yadigar qaldı. Allah rəhmət eləsin.